Hərbi xidmətə çağırışla bağlı dostlar, bu Niqod mövzusu ilə bağlı tez-tez müzakirələr gedir. Məsələn, biri deyir ki, məni çağırmışdılar, keçən dəfə yazdılar ki, yararsızsan, indi 28 yaşım var, təzdən çağırıblar, məni aparacaqlar mı, qorxuram, narahatam və s. Hətta bu yaxınlarda mən gördüm, uşaq atasının ardınca belə əskərliyə gedən uşaq və çox təsirli bir məqam idi. Belə hallar da baş verir. Ümumiyyətlə, bu məsələlərlə bağlı deməli, niyə əvvəl yararlı yazılır, sonra yararsız yazılır və yaxud da əksinə, bununla bağlı istəyirəm bir materialı təqdim edeyim. İş tapa bilərsənmi? Təəssüf ki, yox. Belə bir xidmətimiz yoxdur. Canlını bəyənmək lazımdır, dostlar. İndi bağışlayın ki, yayında yemək yeyə bilmirik ki, siz oturub bizə daha belə həvəslə baxasınız. Mən bilirəm, axı, siz yemək yeyilən canlıları xoşlayırsınız. Amma indi heç olmasa xəbər həyata keçirdikdə, yəni xəbəri yayım edirik. Dəstək olsanız çox yaxşı olar, canlını bəyənmək lazımdır. Dəyərli izləyicilər, bu mövzu ilə bağlı sizə bir ətraflı məlumat çatdıracağım. Səfərbərlik sahəsində rüşvət və sair problemlərin qarşısını almaq məqsədi ilə Nazirliyin tabeliyində komissiya yaradılıb və məqsəd mövcud problemləri həll eləmək olsa da bu sistem vəziyyəti daha da ağırlaşdırıb. Deməli, hərbi jurnalist, həm də həmkarımız, dostumuz Səxavət Məmməd maraqlı bir material hazırlayıb. Qeyd edir ki, çağırışçılar əvvəlcə müxtəlif poliklinikalara və tibb müəssisələrinə göndərilir, müayinələrdən keçirilir, analizlər təqdim edirlər. Lakin bir dövlət müəssisəsinin verdiyi tibbi rəy digər rəsmi qurumda qəbul olunmur. Daha sonra çağırışçı yenidən Nazirliyin komissiyasından keçir və həmin komissiya əvvəlki rəydən tamamilə fərqli rəy verə bilir. Və Səxavət Məmməd bildirir ki, dəfələrlə xidmətə yararlı hesab edilən bəzən çağırışçı hərbi hissədə yenidən müayinədən keçir və geri göndərilir. Dəfələrlə də belə hallar olub, həm səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, həm də komissiya hərbi xidmətə yararlı hesab edilən şəxsləri orduya göndərib. Lakin onlar hərbi hissədə yenidən müayinədən keçiblər, yararsız hesab olunublar. Bununla bağlı özüm də şikayətlərə əsasən bir neçə faktın şahid olmuşam deyir. Belə bir sistem dövlət qurumunun verdiyi qərara etimadı azaldır və bəzən çağırışçı məhkəməyə müraciət etməyə macal tapmadan hərbi xidmətə göndərilir. Şəxs hərbi xidmətə yollanır, hüquqi prosesi isə vəkil davam elətdirməli olur. Bu ciddi suallar yaradır. Əgər şəxs həqiqətən yararlıdırsa, niyə sonradan yararsız sayılır? Əgər yararsızdırsa, ümumiyyətlə, niyə hərbi xidmətə göndərilir? Əvvəllər çağırışçı komissiyadan keçir və yekun qərar verilirdi. İndi onlara müxtəlif ünvanlar göstərilir. Bax, belə bir məsələdir. Ümumiyyətlə, bu səfərbərlik xidmətini mən hesab edirəm ki, təkrar bu xidmətin fəaliyyəti araşdırılmalıdır. Çünki bu xidmətin bir neçə əməkdaşı, belə deyək də, həbsdədir, bir neçəsi barəsində cinayət işi var və s. və yaxud. Amma çox rahatlıqla da bu proses belə bu qaydada da davam edir və təbii ki, doğru bir proses deyil.